Salam uşaqlar, bugünkü mövzumuz ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması. Səhifə 77, 78, 79. Uşaqlar, mövzunu bəyənsəz, bəyənməyi və abunə olmağı unutmayaq. Başlayaq dərsimizə. Ədədin hissəsinin tapılması. Birinci bu hissədən başlayacağıq uşaqlar. Ədədin hissəsinin tapılması. Uşaqlar, məsələn mənə deyir ki, deyir ki, 36 kiloqram meyvə verilmişdir. Deyir ki, bunun 4də 3 hissəsini tap. Bunu necə tapıram? İndi mənə deyir ki, 4də 3-ünü tap. Uşaqlar, nə isə deyəndə deyirəm ki, tortun verilib. Bu formada tort verilmişdir. Deyirəm ki, 4də 3 hissəsini tap, mənə ver. Necə verərsiniz? 4də 3 nə deməkdir? 4-ə bölüb 3 dənə dilimi vermək, düzdürmü? Yəni 4 yerə bölərsiniz həmin ədədi. Düzdürmü? 3 dənə dilimini mənə verərsiniz. Burada problem yoxdur uşaqlar. Bu formada işləyirik, düzdür? Yəni uşaqlar, birinci, verilib bu ədədimiz neçə ümumilikdə? 36. Dedim 4də 3-ünü tap. Yəni 4 yerə böldüm. 3 dənəsini götürdüm. Deyirəm, 4 yerə bölsəm hər hissəyə nə düşəcək? 36-nı bölürəm 4-ə. Bu bərabərdir 9. Deyirəm 9, 9, 9, 9. Formasında təyin olundu. Deyirəm, bəs bunun 3 dənəsi nə eləyəcək? 9, 9, 9, 3 dəfə 9-u nə eləyirmi? Bu da bərabərdir 27. Deməli, 27 kiloqram eləyəcək. Yəni, 27 kiloqramı götürürük bir sözlə. Aydındır uşaqlar. Problem yoxdur burada. Bir dənə də sual üzərindən deyim. Bax, bu birisi tərəfdən yazdım. Bu bir dəfə də başqa formada izah edəcəm. Ona görə saxlayıram. Məsələn, mənə deyir ki, 20-nin 5-dən 2 hissəsini tap. Deyirəm ki, tortun 5-dən 2-sini mənə ver. Nə ayırarsan? 5 yerə bölərsən, 2 dilim verərsən, düzdürmü? 5 yerə bölürəm. 5 yerə böldüm. 2 dənəsini götürürəm. Deyirəm ki, ümumilikdə nə idi bu? 20. 20 bölürəm 5 yerə. Görüm hər bir hissəyə nə düşür. Bərabərdir 4. 4, 4, 4, 4, 4. Yazdım. Deyirəm ki, bəs bu 2 dənə 4. 4 vursun 2 yazmalıyım mı? Bu da bərabərdir 8. 8 kiloqram imiş. Bura kimi aydındır uşaqlar. Yəni, məxrəcə bölürsünüz, ədədin hissəsini. 36-nın bu hissəsi, 20-nin bu hissəsi, filan şeyin bu hissəsini tap. Ədədin hissəsi. Ədədin hissəsini tapanda məxrəcə bölürdük, surətə vururdıq. Və yaxud da ki, ikinci əsas qayda. Ədədin hissəsini tapanda ədədi hissə göstərən ədədə vururuq. Qayda dəftərinizə yazırsınız. Ədədin hissəsini tapanda ədədi hissə göstərən ədədə vururuq. Yəni necə? Deyirəm ki, 36-nın, bax, ikinci üsuluna işləyirəm. Tutaq ki, mənə deyir, şəkillə işləmə. Çünki mən vaxt sərf edən deyirəm ki, hər dəfə şəkil işləyim. Çünki imtahan var, imtahanda hər dəfə şəkili tətbiq edərsiniz, vaxtınız getdi. Deyir ki, 36-nın 4də 3-ünü tap. Ədədin hissəsini tapanda ədədi hissə göstərən ədədə vururuq. Qurtardı. Həqiqətən də buna vuranda məxrəcə bölüb surətə vurmuruq. Mənə bu lazım idi də. Bu da bərabərdir. 36 vurulsun 3, bölünsün 4. Bax, 4-ə böldüm. Bir yaxşı əməl 9-u aldım. Sonra da 3-ə vurdum 27. Yəni, rahat formada hissə göstərən ədədə vururam. Həmçinin bunu da üzərində deyim. 20-nin 5-də 2-sini tap, ədədi hissə göstərən ədədə vururuq. Bu da bərabərdir. Bu da bərabərdir. Surətə vurduq. 40-ı böləndə 5 elədi 8. Eyni cavab aldım. Qurtardı. Ədədin hissəsini tapanda bir dəfə də qaydanı deyirəm. Yazmamısınızsa mütləq şəkildə yazırsınız qayda dəftərinə. Qayda dəftəriniz uşaqlar, hələm siz aşağı sinifsiz. Məsələn, 9-da, 10-da qayda dəftəri yazmasınız.
Düz onda da yazsaz sizin xeyrinizədir. Yəni burada siz heç nə itirmirsiniz qaydanı yazmaqla. Mütləq şəkildə 5-dir, 6-dır, 7-dir, 8-dir, 9-dur. Qaydalar olmalıdır qayda dəftərində. Kağız açıb baxa bilərsən hərdən. Deməli, ədədin hissəsini tabanda ədədi hissi göstərəndə də vururuq. Bu saydım, aydındır, əla. Bu hissəni keçmirəm. Hələlik bunun üzərində misalla işləməliyik. Bunu biraz da izah edəcəm. Buna vaxt var. Silək. Aha. Bir saniye şu var. Səhifə çevrilib əməlli. Səhifə necədir? 77. 77. Tamam. Tapdım. Səhifə 77-də birinci. Deyir ki, 1 metrin 4 ölçünü tap. 1 metrin 4 ölçünü tap. Şu. 3 tanesi buranı ifadə edəcək. Uşaqlar bunu santimetrə çevirəm. 1 metrimiz neçə santimetr idi? 100 santim. 100 santimi böləcəm 4 yerə. 3 dənə 25, 25, 25, 25. 3 dənə 25'im. Bu da bərabərdir 75 santimetr. Qurtardı. Aydındır uşaqlar, problem yoxdur. Bu formatı təyin elədim. Və yaxud da ki, elə yazardım bir promo. 100'ün 4'də 3'ü hissə göstərəndə də vurmaq. Bu bununla getdi. 25, 25 vursun. 3, 75. İkisi də eyni şeydir. Problem yoxdur. Bir dənə bəndi də mən işləyirəm, B-ni də mən işləyəcəm. Sensiz. 6 kilogramın 3'də 1'i. Sadə. Ümumi 6 kilogram. 3'də 1'in 3 yerə bölmüşəm. Bir dənəsini deyir 2. Çox qurtardı. 2 vur 1 yazmıram şey. Yaxşı yazın. Sizin xətrinizə. Qurtardı. Aydındır uşaqlar. Bu formada işləyirik. C variantını özünüz işləyin uşaqlar. Keçirəm ikincini işləməyə. İkincisi də bizə nə deyir? İkincide deyir ki, cavabın doğruluğunu yoxlayın. Verilib. 25 metrin 5'də 3'ünü tap. 25'in 5'də 3'ünü tap. Ədədin hissəsini deyirsə, ədədi hissi göstərəndə də vururuq. Düz yazdın mı? Kəsr xəttini çəkdim. 25 vurulsun 3. 5'ə bölünür. Bir dəfə 5'ə bölünür. 5 dəfə 5 vurulsun 3, 15. Uşaqlar, sizə deyir ki, tap və doğruluğunu yoxla. Doğruluğunu yoxla deyəndə o kvadratlar vasitəsilə bir dənəsini yoxlayıram, qalanlarını yoxlamayacağım. Siz istəsəz qalanlarını da yoxlaya bilərsiniz. 25 oldu ümumi. Biraz aşağıdan çəksəydim yaxşı olardı. 5 yerə bölürəm. 3 dənəsini götürürəm. 25'i böldüm 5 yerə. Hər birinə düşdü 5, 5, 5, 5, 5. 3 dənə 5'in 15. Bəli, doğru yazmışam. Problem yoxdur. Keçdik. Növbət bənd. Qalanlarını da yoxlamayacağım. 270'in 9'da 7'si ədədin hissəsi, ədədi hissə göstərəndə də vururuq. Bu da bərabərdir. 270 vurulur 7'yə bölünür 9'a. 9'a böləndə 1, 9'a böləndə 30, 30 vurulsun 7, 210. Qurtardı. Birini də yazıram. 3 saatın 3'də 1 hissəsi. 3 saatın 3'də 1'i. Məxrəc olduğu kimi qalır.
Bu vurulur buna. 3 vur 1 elədi. 3. 3 bölünsün 3. Bu da bərabərdir 1. Qurtardı. 120 kiloqramın 4'te 3'ü. ...90 kilogram. Gram idi kilogram? Kilometr. Aha, 90 kilometr. Qutardı uşaqlar. Növbətlərdə özünüz işləyirsiniz. Aydın uşaqlar, problem yoxdur. Sıranla işləyində bu formada. Keçdik hissəsinə görə ədədin tapılması. Bu oldu uşaqlar ədədin hissəsinin tapılması. Bunu tam qavrayın, sonra hissəsinə görə ədədin tapılmasına keçin. Yəni birinci ədəd verilir, onun 5'te 3'ü sonra hissə verilir. 20'nin 4'te 1'i sonra hissə verilir. Ədədi hissi göstərəndə də vırırıq. Qayda bu. Keçdik hissəsinə görə ədədin tapılması. Uşaqlar hissəsinə görə ədədi tapanda müəyyən bir hissəsini verir. Deyir, bu hissəsinə uyğun ədədi tap. Ədədi istəyirsən ki, başlanğıc ədəd nədir? Yəni, bax, məsələn verib 4'te 3 hissəsi 9 olan. Onu. Bax, sənə birinci ədədi verməyib. Birinci hissəni verib. Deyir ki, 4'te 3 hissəsi hansı ədədi 4 yerə bölüb 3 dənəsini götürəndə 9 edir. Deyirəm, o ədəd hansıdır? Bilmirəm. Bilmirəmsə yazıram kvadrat. Deyirəm ki, ədəd hansıdır? Bilmirəm. Sual. Əvvələ yazımdım nədir? Bilmirəm. Deyirəm ki, amma bilirəm ki, 4 yerə bölüblər, 3 dənəsini götürüblər. 4 yerə bölüblər, 3 dənəsini götürüblər. Bu 3 dənəsinə uyğun qiymət neçədir? 9. Bura kimi problem yoxdur. Aydındır. Bunu yazdım. İndi bax, 9 dənə neçəyə uyğun oldu? 3 dənəyə. 9'u bölürəm 3 yerə. Bu bərabərdir 3. Aldım 3, 3, 3. Avtomatik burada 3. Hər bir kvadratın qiyməti 3 olandan sonra 3 dənə 4'üm. 3 vur 4. Bu da bərabərdir 12. Deməli ədədim neymiş? 12 imiş. Aydındır uşaqlar. Bax, bayaqki suallarda ədədin hissəsini tapanda məxrəcə böldünüz, vurdunuz sürətə. Bax, bu da isə bax, sürətə böldün, 3 dənə yerə böldün, sonra vurdun 4'ə, məxrəcə vurdun. Tərsinə işləyirsən. Aydındır. Bir dənə də şəkil üzərindən deyim. Bəli, aydın olmaz olan. Biraz belə çəkim. Bir dənəsini də deyim uşaqlar. 10'da 7 hissəsi 4 olan. 4 yazılıb 14. Hissəsi 14. Uşaqlar, bu nə deməkdir? 10'da 7'sini mənə verirsən, deyirəm ki, nəyinsə, tutaq ki, ruskalarımı deyim, tortumu deyim. Tortun 10'da 7 hissəsini mənə verirsən, görürəm ki, bu 14 kilogramdır. Yəni, sən nağarmısan, 10 yerə bölmüsən. Deyirəm, başlanğıc tort görəsən nə qədər idi, bunlar nə qədər tort alıblar. 10 yerə bölmüsən. İndi gəl 10 yerə böl. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Aha, əla. 10 yerə bölmüsən, 7 dənəsi, ondan 7 dənəsi 3. 7. 7 dənəsi nədir? 14'dür. Aydın uşaqlar. Deyirəm, bəs tam ədədim nədir? Bilmirəm. Deyirəm ki, bu 7 dənəyə uyğun 14'dürsə, görün bir dənənin qiyməti nədir? 14'ü bölürəm 7 yerə. Bu bərabərdir 2. 2, 2, 2, 2, 2, 2, 2, 2, 2, 2. Avtomatik deməli hamısı 2. Deyirəm, hə, 10 dənə 2 aldın mı? 10 vurulsun 2. Bu da bərabərdir 20. Deməli 20 ədədiymiş. Aydın uşaqlar, problem yoxdur. Deməli, uşaqlar, belə bir qayda deyirik. Bayaq dedik, bax, ədədin hissəsini tapanda məxrəcə böldük, sürətə vurduk. Yəni, ədədin hissəsini tapanda hissə göstərən ədədə vurduq.
Bir daha deyirəm, ədədin hissəsini tapanda hissə göstərəndə də vurduq. Hissəsinə görə ədədi tapanda isə uşaqlar tərsinə işləyirik. Bax, surətə bölürük, məxrəcə vururuq. Yəni, buradan nə çıxır? Hissəsinə görə ədədi tapanda ədədi hissə göstərəndə də bölürük. Yəni, 10-da 7-yə böləcəm. Tərsinə vururamsa, yəni 7-yə bölüb 10-a vururamsa, tərsinə işləyirəmsə, deməli vurmuram da, bölürəm də avtomatik. Bölürük, 10-da 7-yə bölürəm. Bu da bərabərdir. 14. Bölmə necə idi? Birinci olduğu kimi qalırdı, ikinci tərsinə çevrildi, vurulurdu. Vurulsun, tərsinə çevirdim. 7-də 10. Bu da bərabərdir. 7-də 14 vurulsun 10. 7-yə böldüm, qaldı 2. 2 vurulsun 10 elədi 20. İfadənin qiyməti elədi 20. Aydındır? Bax, düz almışam. Düz almışam. Dedik, bir yax. Ədədi hissə göstərən ədədə bölürük. 9-u bölürəm 4-də 3-ə. Bölmənin qaydası nə oldu? Bir də deyin. Birinci olduğu kimi qalırdı. İkinci tərsinə çevrilir, vurulurdu. 3-də 4-ə vurulurdu. Bu da bərabərdir. 12 cavabı eyni alıram. Qurtardı. Bir daha deyirəm. Ədədin hissəsini tapanda qayda dəftərinizə yazırsınız. Nümunələri də yazın uşaqlar. Bax, bunları da yazın, bu formanla da yazın, bu formanla da yazın, gözünüz görsün, baxanda. Ədədin hissəsini tapanda, ədədi hissə göstərəndə də vururuq. Hissəsinə görə ədədi tapanda, bax, birinci hissə verilir. Ədədi hissə göstərəndə də bölürük. Qurtardı. Qayda bu. İndi keçək nümunə izahına. Birinci sualın hətta nümunələrini izah elədim ha. Elə mövzunu izah eləyən nümunə üzərindən bu birinci sual idi. Uşaqlar. Mövzunu izah eləyən nümunə üzərindən dedim. Birinci sualı da dedim. Birinci sual deyirəm, üçüncü sualı dedim. C variantı qaldı. C variantını özünüz işləyirsiniz. Keçirəm dördüncü sual. 4də 1 hissəsi 1 cm olan parçanın uzunluğunu tap. 4də 1 hissəsi 1 cm. Hissəsinə görə ədədin tapılması. Ədədi hissə göstərəndə də bölürük. Bu da bərabərdir. Birinci olduğu kimi qaldı. İkinci tərsinə çevrildi, vuruldu. Bir də 1 vur 4 elədi 4. 4 bölünsün 1 elədi 4 cm. Deyir ki, hətta yoxla. Bir dənəsini yoxlayıram. 4də 1-i, yəni 4 yerə bölünüb, bir dənəsi nədir? 1 cm. Onda bir dənəsi 1 cm-dirsə, burada 1-dir, burada 1-dir, burada 1-dir. 4-də 1-im elədi 4. Həqiqətən doğru. Aydındır uşaqlar, problem yoxdur. Keçirəm, növbətləri ocağı şəkil üzərindən eləməyəcəm. Siz özünüz şəklini çəkin. Bir dənə də bəndi mən deyim. 3də 2 hissəsi 8 metr olan kəndinin uzunluğu. 3də 2 hissəsi 8. Hissəsinə görə ədədi tap. 8-i bölürük 3də 2-yə. Bu da bərabərdir 8. Tərsinə çevrilir, vurulur. Vurulsun 2də 3. Bu da bərabərdir 2də 3. Vurulsun 8. Vurulsun 3. 2-yə böldüm 1. 2-yə böldüm 4. 3 vur 4, 12. Santimetrdir, metrdir. Metr. 12 metr. Qurtardı. Aydındır uşaqlar? Aydındır, sağlam. Keçirik 5-ci suala. 5-ci sualda bizə nə deyir? Beşinci sualda. Deyir ki, boş xanaya uyğun ədədi tapın. Ədədi müəyyənləşdirin. 16 metrin 4də 3 hissəsini santimetrdə. 16 metrin 16-nın 4də 3-ü ədədin hissəsi. Birinci ədəd gəlib deyə vurdum. Bu da bərabərdir. 4də 16 vurulsun 3. Bu da bərabərdir. 4-ə bölünür. 1 4-ə bölünür. 4 4 vurulsun 3. 12. Nə oldu? Metr.
Santimetrlə ifadə elə. 12 metri santimetrə çevirəndə nə ayırırdıq? 100-ə vururdıq. Qurtardı. B variantı 8-də 5 hissəsi 40 litrlə bərabər olan akvariumun tutumunu neçə litrdir? Litrdə istəyir cavabı. 8-də 5-i 40. Hissəsinə görə ədəd tap. Ədədi hissi göstərən ədədə bölürdük. Tərsinə çevirdim, vurdum. İnşallah bəyənsiz abunə olmağı unutmayın inşallah. Çünki siz abunə olduqca mən daha da hədəsindən dərs keçirəm ki, yəni demək şagirdlər bəyənirlər və qulaq asmaq istəyirlər. Yaxşı. Əla. Keçdim növbətiyə. 5-ci sualda belə. Keçdim 6-cıya. 6-cı məsələdə bizə nə deyir? Altıncı məsələdə deyir ki, maşın 120 km yol getdi. Bu məsafə bütün yolun 7/3 hissəsini təşkil edir. Deyir ki, 7-də 3-ünü təşkil edirsə, yəni 7/3 hissəsi 120 metrdir, düzdürmü? Onda ədədi hissə göstərəndə də bölürük, 7/3-ə bölürəm. Maşın ünvanı çatmaq üçün neçə kilometr yol getməlidir? Daha neçə kilometr? Ümumilikdə uşaqlar 280 kilometr yol oldu, düzdürmü? 120'sini getdi, qaldı nə qədəri? 160 kilometr. Aha, kilometr. Qurtardı. Aydındır uşaqlar, problem yoxdur. Qalanını soruşur deyə, 281 problem yazsaydım cavab kimi səhv olacaqdı. 7-ci sualı da uşaqlar özünüz işləyin tapın. Çünki bunların hamısı mən işləsəm doğru olmaz. Sağ olun uşaqlar, növbəti dərsimizdə görüşərik. Sağ olun.